Mən bildirmək istəyirəm ki, mən artıq 6 ildir ki, tanımadığım şəxslərin, birinci dəfə gəlib yanımda olan şəxslərin haqsızlığı ilə qarşılaşmışam. Onlar qeyri-qanuni sənəd çıxardaraq mənim yerimi əlimdən almaq istəyirlər. Hansı ki, buna görə mən 6 ildir da yazmadığım, getmədiyim yer qalmır. Bakı şəhər prokurorluğu, Respublika prokurorluğu, prezident aparatına 50-dən yuxarı məktub yazılıb, hamısında yazırlar, cavab göndərəcək. Ölçü götürüb cavab verəcək, amma bu günə qədər heç bir dəqiq cavab yoxdur, məlumat yoxdur ki, bu nədir, nə deməkdir. Mənim bu torpağım nə qədər qiymətli olub ki, 6 ildir mənə olmazın əziyyətin verirlər, hədəliyirlər, evimdə gəlib mənə evimdə hədə qorxu ilə aparıb notariusda qol çəkdiriblər ki, sən buranı satmalısan bizə, bura bizə lazımdır. Bilmirəm bu yerdə nə var, bu yerdə qızıl çıxmır, neft çıxmır, buranı niyə bu qədər qiymətə mindiriblər. Xahiş edirəm bu barədə ölçü götürülməsi ilə yuxarı orqanlar, başda prezident olmaqla bunun qarşısını alsınlar. Bu boyda haqsızlığa uğramaq Azərbaycan vətəndaşı, mən 45-47 ildir ki, Bakı şəhərində yaşayıram. Mənim bu haqsızlığıma heç kəs qulaq asmaq istəmir. Onların başında duran Zərifə xanım adlı bir şəxs ki, yaşlı qadın, hara zəng eləyirsə onun sözü keçir. Məhkəmələrdə də, prokurorluqda da, polisdə də məni buna görə döydürdülər. Vəziyyətim bu hal-hazırda mənim gözüm 10% görür. Ayağım əməliyyat olub. Hazırda mənim işim Xətai rayon prokurorluğuna, Bakı şəhər baş prokurorluğundan Xətai rayon prokurorluğuna gəlib. Onu da göstəriş verəm, Azərbaycan Respublikası prokurorunun qəbulunda oldum. Ondan sonra göstəriş veriblər. İş prokurorluqdadır. Bu gün prokurorluqda olmuşam, deyirlər, məktub gəlib, göndəriləcək istintaqa. Amma nə vaxt istintaqdan cavab olacaq, nə cavab olacaq, hələ bilmirəm. Mən inanmıram, o qədər 1 il 2 ay bəyəm döyülmə işi, polisdə cinayət işi açılmır, heç bir iş görülmür. 1 il 2-3 aydır ki, hal-hazırda bu iş Xətai rayon polis idarəsindədir. Mənim buradakı torpağımı əlimdən almaq istəyən Hafiz adlı şəxs gəldi mənimlə görüşə. Əvvəlki dediyi söhbətləri çoxsun boynundan atdı. Mən belə şey deməmişəm, mən ev söz verməmişəm. Deyəndə ki, sənin müdiriyyətin, səni idarə edən Zərifə xanım bunu deyib ki, sən güya 200 min ev vermirsən, 250 min də pul vermirsən. Amma sən boynundan atdın ki, ev deməmsən, üstəlik də deyirsən ki, o kimdə axır vaxtlar o, deyəsən, ağlını itirib danışığını bilmir. Mən bilmirəm, dünənə özün Allahdan yuxarı saydığı adamı indi bugün saymır, deyir ki, onun ağıl gedib bilmir, nə danışdığını bilmir. Bu dərəcədə haqsızlıq olmaz. Bunların başında dayanan Zərifə Quliyevadır. O da indi deyir, mən onu qəbul eləmirəm. Mən o sözləri deməmişəm, o özündən qoyub, deyib, ökoy özü versin. Mən o ev söhbəti, 250 min ev söhbəti deməmişəm. O deyir, axır vaxtlar danışığını itirib, o bilmir nə danışır, danışdığını özü də bilmir nə deyir. Gəh belə danışır, gəh belə danışır. Bunlar demirdilər ki, rəhbərimiz Zərifə xanımdır, buranın Zərifə xanımın adınadır, buranın Zərifə xanım alıb. Bu cür iddiaları var idi axı onların. Bu iddialar bu yaxınlara can var idi, amma söhbət bu pul söhbətinə gələndə deyir, o danışığını bilmir, özü nə danışdığını özü də bilmir. Sizə ödəməli olduqları 250 min manatı ödəmək söhbətinə gələndə... Bu sözü mən deməmişəm, mən nə ev söz verməmişəm, nə də 250 min pul. Hansı ki, bu yerin qiyməti hal-hazırda 1 milyondan yuxarıdır, 850 kvadrat tikili sahə. Mən tikə-tikə. Siz qeyd etmişdiniz ki, buranı artıq satışa 2 milyon nə qədərə satışa qoyublar. Bura 3 milyon yarım satışa qoyublar. Böyürdə də yer var, ondan bir yerdə. 1 hektar 38 sot, o yüzden bir yandadır, 15 sot artıda, 15 sotda mənim yerim. 42 sota ilə 3 milyon yarıma satışa qoyublar da bunlar. 3 milyon yarıma heç bir tikilləri yoxdur. Burada tikili ancaq mənim tikilimdir. Mənim 20 ildə balalarımın xaricdə qazandığı pulu gətirib mən Azərbaycana qoymuşam ki, gələcəkdə Siz evlatlarım burada. Hafiz Abbasovla görüşəndə
bir görüşünüzü kayda aldınızmı? Səsini yazdınızmı danışıqlarına? Bəli, danışıq qeydiyyatı var məndə. Telefonda İcazə verirsiniz də o kayıtları istifadə eləyər və mediada nə yayınlar. danışmışıq, nə demişik, nə cavab verib, onlar hamısı məndə var, verərəm, qeyd eləyərsiniz. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarına, mən bilirəm ki, o bir prezident kimi bütün dünyaya sübut elədi ki, dəmir yumruğuyla Azərbaycanın Qarabağ torpağını boşaltdı. Mən inanıram ki, o bir kəlmə bu işə qarışıb, o adamları cəzalanmasına göstəriş versə, bu işdə Qarabağın qabağında adi bir qurtum su içmək deməkdir. Öz torpağımızda, öz yerimizə əgər bizim prezidentin ailəsi adından istifadə edib alırlarsa, mən başqalarına nə deyim? Xahiş edirəm, hörmətli prezidentimiz, bu işə siz özünüz baş qoşasınız. Vitse-prezidentimiz Mehriban Əliyevadan xahiş edirəm. Axı siz haqsızlığı heç vaxt yol verməmişsiniz. Bu haqsızlığı qarışıb onların cəzasını verməkdə xahiş edirəm, kömək eləyəsiniz. Mənim 25 illik, 30 illik evlatlarımın xaricdə qazandığı pulu mən bura qoyub 850 kvadrat tikili aparmışam, tikinti aparmışam. Qeyri-qanunu yox, hamısı da dövlət qanununa əsasən. Mən xahiş edirəm Mehriban xanımdan, vitse-prezidentimiz Mehriban xanımdan, prezident ailəsi adından, prezident ailəsinin qohumluğu adından istifadə edib, bu yeri mənim əlimdən almaq istəyən adamlar, mən bilirəm ki, bunun prezident ailəsinə heç bir qarışacağı yoxdur. Bu yeri mən 20 il bundan qabaq bələdiyyədən götürüb, tikinti aparmışam, işlər görmüşəm, evlatlarım üçün gələcəyi üçün iş görmüşəm. Xahiş edirəm, bu işə qarışıb polis orqanlarına, prokuratura, məhkəmə orqanlara hansı ki, onu eşidib prezident ailəsinin adına istifadə elədiyinə görə bizim haqlı sözümüzü eşitmirlər. Amma onların haqsız, qanunsuz sənədlərini ortaya çıxardırlar ki, onların sənədi var. Hansı yoldan o sənədi alıblar, kimin əli ilə necə alıblar, xahiş edirəm bunu hüquq orqanları yoxlasın. Buna axırına çıxaq.